Sağ olun, hörmətli sədr, əziz həmkarlar. Azərbaycanın müasir dövlətçilik tarixinin ən mühüm dönüş nöqtəsi Milli Qurtuluş Günü münasibəti ilə xalqımız ürəkdən təbrik edir. Ulu öndər ideyalarına söykənən müstəqilliyimizin əbədi, inkişafımızın dönməz olmasını arzulayırıq. Heç şübhəsiz ki, 1993-cü ildə Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıtması sadəcə hakimiyyət dəyişikliyi deyil, dövlətin süqutdan, xaosdan və parçalamadan xilas olmaqla real müstəqillik mübarizəmizin şərəfli səhifəsidir. Bilirsiniz, biz nə Çar Rusiyasını dağıtmamışıq, nə də meydanlarda SSR-ni. Ulu öndərin dediyi kimi, həm 1918-də, həm də 1991-də imperiyaların dağılması xalqlara tarixin əvəzolunmaz hədiyyəsi olub. Təbii ki, 2 illik cümhuriyyət periyodunda ifadə olunan niyyət, görülən işlər, dövlətçilik ənənələrimizdə mühüm bir səhifə kimi qalacaq, amma unutmamalıyıq ki, 18-ci ildə İrəvan şəhərinin xəyanətkarcasına güzəştə gedilməsi belə bizi formal müstəqillikdən o yana aparmadı. Eyni qaydada da 91-ci ildə tarixin təbii axarının nəticəsində müstəqillik imkanından o zaman nə o dövrki iqtidar, nə də hakimiyyəti faktiki zəbt etmiş xalq cəbhəsi yararlana bilmədi. Xüsusən də milli xəyanət üzərində iqtidarı zəbt etmiş axıcı müsavat ünsürlərinin səbatsız, səriştəsiz və ucuz populizm əsaslanan hakimiyyəti dövründə Azərbaycan həm xarici təcavüz, həm də daxili idarə olunmazlıq səbəbindən failed state bir dövlətinə çevrilib. İdarə etmə aparatı iflic olunmuşdu, hüququn aliliyi prinsipi tamamilə pozulmuşdu. Lakin Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq Ali Sovetin sədri seçilməsi ilə ölkədə legitimlik böhranına, qanunsuz silahlı birləşmələrin dövlətə qarşı şantaj siyasətinə son qoyuldu, vətəndaş müharibəsi və parçalama təhlükəsi dəf edildi. Hüquqi nöqteyi nəzərdən 91-ci il müstəqillik haqqında, konstitusiya haqqında bu akt mühüm sənəd olsa da, dövlət iqtisadi, hərbi və siyasi əsasları olmayan suverenliyini Ulu öndərin qayıdışına qədər real mexanizmlərlə təmin edə bilmədiyi üçün 15 iyun həm də real müstəqilliyə doğru dönüş həmləsi sayılmalıdır. Daha dəqiq desək, dövlət suverenliyinin daxili və xarici elementləri məhz Qurtuluş Günü ilə başlayan yeni mərhələdə formalaşdı. Cənab İlham Əliyev isə məhz Ulu öndər siyasi kursunu uğurla davam etdirərək, ölkəmizin hər tərəfli müstəqilliyi və suverenliyini tam bərqərar edərək, Azərbaycanı son 10 illiklərdə mütləq hərbi siyasi zəfər qazanan qüdrətli orta gücə çevirdi. Bugün Cənab İlham Əliyevin müzəffər liderliyində təhlükəsizlik adasına çevrilmiş qalib Azərbaycan müstəqildir, suverendir. İndi isə tariximizin, xüsusən də zəbt olunmuş idealların antimilli təfəkkürün işğalından xilası vacibdir. Dövlətçilik, müstəqillik, suverenlik siyasi alver predmeti deyil, 5 mart 1965-ci ildən etibarən Ulu öndər Heydər Əliyevin əvvəlcə xüsusi xidmət orqanının, daha sonra isə ölkənin rəhbəri olaraq istiqlal ideyalarını himayə etməklə yol açdığı Azərbaycanın müstəqillik yolu 1990-cı ildən isə xilas etdiyi dövlətçilik tarixi heç bir marginal qrupun öz adına çıxa biləcəyi subyektiv bir qənimət olmamalıdır. Çox sağ olun.